Rəşad, oruç tutursunuz hər il. Hamı tutmalıdır. Allah buyurubsa, bəli. Buyurub. Bəli, çünki Quran-Kərimdə Bəqərə surəsinin 183-cü ayəsində deyir ki, ey iman gətirənlər, yəni iman gətirmisənsə, sizdən əvvəlkilərə buyurulduğu kimi oruç sizə də buyurulur. Yəni ona görə biz həqiqətən iman gətirmişiksə, bunu iddia eləyiriksə, o iddiamızı bu əməlimizlə də göstərməliyik. Oruç tutmağın dindara nə cür təsir olmalıdır? Nə gözləyirik biz oruçdan? Bu da dindarlıqla bağlı məsələ deyil. Çünki bu insanlıqla bağlı bir məsələdir. İslamda dindar olmayan anlayışı yoxdur əslində. Bu bizim sonradan çıxartdığımız bir ifadələrdir, terminlərdir. Məsələn, oruç buyurulursa, belə bir məsələ var da, sabahlarım deyir ki, biz əlimizdəki telefon olsun və yaxud da televizor olsun aldığımız zaman bunun zəmanət qaydalar olur ki, bunu necə istifadə elədiyimiz zaman zəmanətə daxildir və yaxud daha uzun ömürlü olur. Bizi yaradan bizi bizdən daha yaxşı bilir. Ona görə bizə orucu buyurur. Orucu buyurduğu zaman da ildə bircə ay, yəni müəyyən vaxt ərzində qidalanmadan, yəni yemədən, içmədən və cinsi münasibətdən uzaq qalmaq, bu bizdəki o gedən prosesin daha sağlam olmağımıza təkan verir. Yəni biz oruç tutduğumuza görə Allah daha yaxşı Allah olmur. Və yaxud da tutmasaq da Allah daha aşağı səviyyəli haşa Allah olmur. Yəni biz bu insan üçündür. Təbii ki, Allahın bütün buyruqları insan üçündür. Yəni insanın daha sağlam, daha xeyirli, daha faydalı yaşamaq üçün. Hətta bununla bağlı bir araşdırma aparıldı. Araşdırma aparan tədqiqatçı ilə birbaşa ünsiyyətdə olduq Amerikada Houston şəhərində. Həmin xanım apardığı tədqiqata da müsəlmanlardan büdcə ala bilməmişdi. Xristian bir təşkilat büdcə ayırmışdı, 2 milyon dollara yaxın. Və bunlar müsəlman olmayan, müsəlman olan, Koreyalı, Buddist, Xristian, Yahudi və s. bir növ könüllülərdən ibarət şəxslərdə Qurana uyğun olaraq bildirilən oruç kimi oruç tutdururlar. Sonra bunlardan alınan analizlər var, vaxtaşırı bunların təhlili və s. Gələn nəticə o idi ki, bunlar mütəmadi şəkildə 21 gün davam elədiyi təqdirdə bunlarda olan oruc insan bədənindəki xərçəng hüceyrələrinə qarşı müqaviməti daha da gücləndirir və xərçəngə yoluxma anlayışını daha da zəiflədir. Belə bir elmi tərəfi də var məsələn. Yəni biz insanlar indiyə qədər bunu elmi tərəfin olub olmadığını bilmədən eləyib. Allahın buyruğu şəklində eləyir. Ona görə də ona uyğun olaraq da biz həm xeyirli iş görmüş oluruq, həm də digər tərəfdən özümüzə də xeyri olanı şahid oluruq.